Sadəcə 300 dəfə təşkil olunan futbol üzrə futbol turnirində qrup mərhələsində son həll edici 3-cü turnuvalardan start verilib. Gənclər və İdman Naziri AFL Futbol Federasiyası Liqa Təşkilatı keçirilən Neftçi və Ermənistan təmsilçiləri Türkiyə arasında Neftçi turniri məğlubiyyətlə başlamışdıq, xatırlayırıq ilk oyun günlərində. Ruslan təmsilçisi Dinamo Tbilisi'yə məğlub oldu. Altıntaç isə Qarabağla görüşdə məğlubiyyətlə üzləşdi. İkinci turda isə Neftçi qələbə qazandı. Qarabağla da Sağlı qələbə hesaba yazdı. Altıntaş isə Dinamo Tbilisi'yə görüşdə məğlubiyyətlə üzləşdi. Və bu səbəbdən qələbə qazanmaqla Neftçiyə gəldikdə isə artıq Neftçi belediyə qarşı tapşırığının yarısını həll edib və Altıntaşla görüşdə də Neftçinin şansları yüksək edəcək. 9-12-ci yerlər uğrunda isə digər 4
Meksika qazana bilməyən komanda ikinci yerləri uğrunda qrupda son yerlərini edəcək. Bir. Ulduz Cup 2026 beynəlxalq futbol turnirində qrup mərhələsində mübarizə artıq sona yaxınlaşır və qarşıdakı 3 saat ərzində son turun, yəni həlledici 3-cü turun oyunları keçiriləcək və artıq son nəticələr bəlli olacaq. 4-1 final mərhələsinə yüksələn komandalar, həmçinin 4-1 finalda mübarizədən məhrum olan son 4 komanda isə qrupda dörtlük halında 9-cu, 12-ci yerləri müəyyənləşdirəcək. Bu komandalarda turnirin son 4 yerin sahiblərinin adlarına aydınlıq gətirəcək. Neftçi və Altıntaç Türkmənistan təmsilçisi Altıntaç klubu arasında, komandalar arasında oyunda hələ ki hesab açılmayıb. Start fitindən etibarən Neftçi təşəbbüsü tam olaraq ələ alıb və topa daha çox nəzarət edir, hücumlar qurur. Hələ ki Aşqabad təmsilçisinin qapısına yol tapmaq mümkün olmuyor. Neftçi startda, yəni turnirin ilk oyun günündə, qrupun ilk oyununda Dinamo Tbilisiyə məğlub oldu. Daha sonrası ikinci turda isə Neftçi Qarabağla qarşılaşmadan minimal hesabla qalib ayrılaraq ilk 3 xalını hesabına yazdırdı və son turda isə rəqib qrupun outsider statusunda olan Aşqabadın Altıntaç komandasıdır. Altıntaç ilk turda Qarabağa məğlub olmuşdu, ikinci turda Dinamo Tbilisi ilə görüşdə də bu komandanın heç bir şansı olmadı və ikinci görüşündə məğlub başa vurdu. Bu qrupun artıq favoriti Dinamo Tbilisidir. Paralel keçirilən görüşdə də Dinamo Tbilisi Qarabağ üzərində üstündür. İndi qrupda ikinci yerin sahibini müəyyənləşdirəcək bir oyundu bu Altıntaçla görüş Neftçi üçün. Neftçi bu görüşdə də qələbə qazansa, o zaman artıq qrupda Dinamo Tbilisi'dən sonra 4-1 finala vəsiqə qazanacaq. Qapı istiqamətinə zərbə, lakin burada Neftçinin golkiperi Mehdi Ağalarov səhvsiz oynadı. Mehdi Ağalarov, Həsən Həsənli, Kənan Paşayev, Ayxan İsmailzadə, Adnan Məmmədli, Rəvan Əmrahov, Oqtay Vəlisoy, Salman Səlimov, Əli Nuri, İbrahim Aslanov, Əkbər Əliyev, Emir Kərimov, İlham Əhmədov, Zahid Əliyev və Davud Xəlil Neftçinin heyətində yer alıblar. Altıntaşa gəldikdə qapıda Əli Rıza, Muhammed Nur, Rovşan, Leonti, Emirhan, Emin Muhammed,
komandanın kapitanı Emirhan, Omar və Emin. Qayda pozuntusu. Türkmenistan təmsilçisi cəlmə zərbəsi yerinə yetirəcək. A qrupunda Ulduz Futbol Akademiyası maksimum göstəricilər liderdir. Polşa təmsilçisi Drukaş hesabında 4 xal var. Qrupda ikincidir. Bunyotkor hər iki oyunda məğlub olub və qrupda yer alan digər bir bizim təmsilçilərimizdən Zirə isə hesabında bir xal var. Zirə ilk turda Drukaşla heç-heçə etdi və bugün ikinci oyun gününün səhər seansında Ulduz Futbol Akademiyasının komandası Zirəni böyük hesabla üstələdi. Mehdi Ağalarov komandasını qoldan xilas etdi bir qədər əvvəlki epizodda. Bir qrupun 3-cü turunda Qarabağ paralel keçirilən oyunda digər meydançada Dinamo Tbilisi ilə qarşılaşır və 0-2 hesabı ilə məğlubdur. C qrupuna gəldikdə isə Qayrat və Paxtakor bu qrupun liderləridir və Sabah komandası da Qırğızistan təmsilçisi Sudşorsi ilə görüşdə xal itirdi və bugün son olaraq Qayratla qarşılaşacaq. Altıntaşın hücumunu izləyirik burada. Daha bir əlverişli imkan, lakin zərbə o qədər də qüvvətlə alınmır və Mehdi Ağalarov bu dəfə də sayıqlığını itirmir və çətinlik çəkmədən topa sahib çıxdı. Neftçinin hücumunu izləyirik. Qapıya doğru zərbə. 7 nömrəli futbolçu Salman Səlimov idi bu. Və Əli Rıza komandasının qoldan xilas edir. Altıntaşın qolkiperi. Ara sıra Altıntaşla hücumlar təşkil edir. Təhlükəli həmlələr reallaşdırır. Davud Xəlil topu uzaqlaşdırdı. Adnan Məmmədli irəliyə bilmədi. Buna baxmayaraq out atışı Neftçidə olacaq. Komanda yoldaşına deyil, rəqibə verdi topu və Neftçinin 9 nömrəlisi Oqtay Vəlisoy rəqibin bu ötürməsindən istədiyi kimi yararlanmadı. Daha bir zərbə, Mehdi Ağalarov təkrar zərbə, daha bir zərbə, ardıcıl 3 cəhd bu dəfə son cəhdində top qapının üstündən keçdi. Vladimirin zərbəsindən sonra top qapının üstünə meydanı tərk edir. Mehdi Ağalarov qüvvətli zərbə ilə top irəli vurur. Neftçinin hücumunu izləyirik. Təhlükəli ola bilər. Ötürməkdir. Zərbə və bu epizod, bəli, gol.
Gol qeydə alınır burada. Hakim mərkəzi göstərir. Top qapı xəttini keçmişdi və beləcə Neftçi Əli Nuri ilə hesabı açır. Top qapı tirinə toxunaraq yerdən meydan qapı xəttini keçmişdi. Hakimin qərarı budur və mərkəzi göstərir. Neftçi hesabı açır. Aşqabad təmsilçisinin cavabı necə olacaq? Davud Xəlil topu komandasına qazandırdı. Oqtay Vəlisoy. Qayda pozuntusu yoxdur. Hakim görüşü davam etdirir. Bəli, ilk hissənin artıq son dəqiqələrinə doğru yaxınlaşırıq. Bir qrupunda Qarabağ Dinamo Tbilisi uduzur 0-2 hesabı ilə və bizim hal-hazırda izlədiyimiz qarşılaşmada isə Neftçi Türkmənistan Altıntaş komandasını minimal hesabla məğlub edir. Altıntaşın qapıçısı Qurban komanda yoldaşını ötürməklə topu irəli vurur və burada növbət dəfə qayda pozuntusu. Neftçinin kapitanı Ayxan İsmailzadə yeni hücumu başlayır. Təhlükəli ola bilər. Görə Neftçi yox, burada Rəvan Əmrahov topla istədiyi kimi rəftar edə bilmədi. Bəndi təhlükəli gəlir Altıntaş zərbə. Mirmeh Dağalarov. İkinci cəhdə də olsa topa sahib çıxdı. Neftçinin golkiperi. Adnan Məmmədli topladı. Leonti onun qarşısını alır və top yan xəttdən çıxır. Salman Səlimovun irəliləməsinə mane oldu. Altıntaşlı müdafiəçi Adnan topladı. Adnan irəliləyir. Yanında komanda yoldaşına Davud Xəlil mərkəz istiqamətdə ona dəstək verməyə çalışırdı və beləcə ilk hissə yekunlaşır. Neftçi Altıntaş qarşılaşmasında Ağqaralar fasiləyə minimal hesablı üstünlüklə yollanır. Bir qədər sonra biz yenidən yayımımızı davam etdirəcəyik.
fasilə başa çatdı və Neftçi Altıntaş qarşılaşmasında oyununa ikinci hissə ilə davam edirik. Gənclər və İdman Naziri AFA və Ulduz Futbol Akademiyasının birgə təşkilatçılığı ilə başlayan Ulduz Cup 2026 beynəlxalq futbol turnirində qrup mərhələsinə artıq yekun vurulacaq. Qarşıdakı 2 saat ərzində 3-cü turun oyunları keçiriləcək, başa çatacaq qrup mərhələsində və bununla da həm 4-1 final mərhələsinə yüksələcək komandaların adlarına aydınlıq gələcək, həm də son olaraq 9-cu, 12-ci yerlər uğrunda mübarizədə iştirak edəcək komandalarda bəlli olacaq. İlk turnirin qalibi Belarusun Dinamo Minsk komandasıdır. O finalda Ulduz Futbol Akademiyasına məğlub edərək çempion olmuşdu. Bunyodkor Özbəkistan təmsilçisi bürünc medallara layiq görülmüşdü. Ötən il isə turnirin qalibi Neftçi oldu. Finalda Baxtakoru məğlub etdi. Bu dəfə də kifayət qədər favoritlərin sayı çoxdur. İlk 2 turlardan sonra bir neçə iddialı komandanın olduğunu biz gördük. Təmsilçilərimizdən istər Neftçi olsun, xüsusilə də Ulduz Futbol Akademiyasının komandası olsun, ilk 2 oyunu yüksək səviyyədə keçirdi və böyük hesablı qələbələrlə qrupda liderdir. Və bugün də 3-cü turda çox maraqlı bir qarşılaşma olacaq. Polşa təmsilçisi Drukaşla oyun. Həmin oyunda səbirsizliklə həmin qarşılaşmada gözləyirik. Kapitan indi həlləyici kritik bir müdaxilə edir. Ayxan İsmailzadə və hücumun təhlükəli xarakter almasının qarşısını alır Neftçinin kapitanı. Əli Nuri. Burada isə oyundan kənar vəziyyət var idi. Davud Xəlil yaxşı oynadı. Qaydalar çərçivəsində topu rəqibdən götürür. Amma ötürmədə səhvə yol verir. Top uğrunda mübarizə, ikili sıxışdırma Neftçidən. Rəvan Əmrahov sona qədər mübarizə aparır. Topu komandasında saxlamağa çalışır. Bəli aldı Rəvan topu və son müdaxilə gəlir. Top yan xəttdən çıxır. Altıntaşın həyətinə Vladimir topu nəhayət ki yan xəttdən çıxara bildi. Əli Nuri ötürməsini etdi. İndi görək bu hücum nə ilə nəticələnəcək. Kənan Paşayev komandasına künc zərbəsi qazandırır. Salman Səlimov künc zərbəsini yerinə yetirəcək Neftçinin heyətində. Qapı qarşısına ötürmə, başla zərbə və qapıçı da budur. İkinci gol gəlir. İkinci gol gəlir. Müdafiəçi daha sonra qapıtini, lakin son təkrar həllici zərbənin müəllifi isə Əkbər Əliyev. Topu Altıntaşın qapısından keçirir və hesab arasındakı fərqi bir qədər də artırır. 2-0.
Altıntaş ikinci dəfə topu meydanın mərkəzindən oyuna daxil edir. Qayda pozuntusu. Davud Xəlil hücumun qarşısını bu cür alır və sarı vərəqə. 8 nömrə futbolçu Neftçi heyətində Davud Xəlil pasivinə sarı vərəqə yazdırır. Yəni cərimə zərbəsini yerinə yetirəcək Aşqabad təmsilçisi Altıntaş. Topun yanında Ebu Bekir var. Birbaşa qapıya doğru zərbə qeyri dəqiqdir. Qaydada ona qarşı pozulmuşdu. Altıntaşın 10 nömrəli futbolçusu Ebu Bekir. Bir Mehdi Ağalarov ötürməklə top oyuna daxil edir. Neftçinin qapıcısı yəni müdafiə xəttində səhvə yol vermək olmaz. Adnan Məmmədli out atışını yerinə yetirir. Davud Xəlil topu qəbul edə bilmədi. Buna baxmayaraq Kənan Paşayev top hələ ki ondadır. Kənan Paşayev ötürməsini etdi. Kapitanı Ayxan İsmailzadə cinahla irəliləməyə çalışırdı. Top son anda Neftçili futbolçu Salman Səlimovdan meydanı tərk edir. Out atışı Altıntaş. Adnan Məmmədli ötürmədə səhvə yol verir. Davud Xəlil və qaydanı pozur. Bir qədər ehtiyatlı olmalıdır. Az öncə Davud sarı vərəqə ilə cəzalandırılmışdı. Emirhan topun yanındadır. Altıntaşın heyətində Davud Xəlil onun qarşısını alıb. Hakim bildirir ki, bir qədər geri çəkilməlidir Davud Xəlil. Emirhan qapıya doğru birbaşa zərbə. Qapının üstündən keçir top. Altıntaş vurulan toplardan birinin əvəzini çıxmağa çalışır, amma hələ ki nəticəsiz qalır hücum cəhdləri Türkmənistan təmsilçisinin. Bir Mehdi Ağalarov yenidən ötürmə ilə mi top oyuna daxil edəcək, yoxsa qüvvətli zərbə vuracaq? Adətən ötürmə ilə. Yox, bildirir ki, irəli, komanda yoldaşları irəliyə çıxmağa səsləyir, ötürmə edir. Bu dəfə də Kənan Paşayev, yenidən bir Mehdi Ağalarov. Kənanla oynadı. Kənan Paşayev yaxşı keçir rəqibini. Ötürmə etdi. Həmin mövqeydə Əli Nuri topa doğru qaçmağa çalışırdı, amma onun üçün ötürmə o qədər də əlverişli olmadı. Ayxan qarşıladı.
Salman Səlimov az öncəki epizodda zədələndi. İndi hakim yaxınlaşır ona doğru. Tibbi yardıma ehtiyacı yoxdur Salman Səlimovun. İkili bir mübarizədə bir də sərt oyun oldu. Amma hər şey qaydasındadır və Salman Səlimov oyunu davam etdirir. Altıntacın ilk hissədə bir neçə epizodda qol vurmaq üçün şansları oldu. Və həm Emir Mehtağalarov qapısında inamlı idi, həm də Neftçinin müdafiə xətti də bu epizodlarda yaxşı çıxış etdi. Amma Neftçi ilk hissədə olduğu kimi ikinci hissədə də təşəbbüs məhz Ağqaraların tərəfindədir. Həm topla oynamaq göstəricisi, eləcə də təhlükəli həmlələr qurmaq baxımından da rəqibini üstələyir. Hesabda isə təbii ki, əlavə şərhə ehtiyacı yoxdur. 2-0 hesabı ilə üstündür Neftçi. Bir qədər riskli bir ötürmə, amma Emir Mehtağalarov topu uzaqlaşdırır. Əvəz etmə edilir Altıntacın heyətində. 4 nömrəli futbolçu Əli Rıza oyuna daxil olur. Neftçidə isə Zahid Əliyev oyuna qoşulur. O Əli Nurini əvəzləyir. Əvvəlki oyunlarda elə Neftçinin Qarabağla qarşılaşmasında da oyuna sonradan daxil olan Zahid Əliyev xüsusilə cinahda fəallığı ilə fərqlənirdi. Top indi ondadır. Ötürmə edir Salman Səlimova. Görək bu hücum nə ilə nəticələnəcək. Oyundan kənar vəziyyət. Rəvan Əmrahov Neftçinin 13 nömrəlisi oyundan kənar vəziyyətdə idi. Emirhan kapitan topladı. Neftçinin heyətində də əvəz etmə var. Bir Mehdi Ağalarovu Həsən Həsənli əvəzləyib. Zahid Əliyev topladı. Ötürmə etmək istədi, amma ötürməsi keçmədi. Buna baxmayaraq Neftçinin kapitanı da rəqibə doğru şığıyaraq ona mane olmağa çalışırdı Ayxan İsmailzadə. Qrupun digər oyununda Qarabağ və Dinamo Tbilisi maçında olduqca məhsuldar keçir. Hesab 3-3'dür. Qarabağ Altıntacı məğlub etmişdi. Daha sonra Neftçi Qarabağı üstələdi. 3 xalı qazandı və bu dəfə də Altıntacla görüşdə Neftçi qələbəyə doğru bir qədər də yaxınlaşır dəqiqələr ilərlədikcə və bununla da Neftçi 6 xal, yəni 2 qələbə sayəsində artıq 4-1 final mərhələsinə yüksələcək.
Dinamo Tbilisi 4-cü qolu vurub, artıq 4-3 hesab ilə üstündür. Bu nəticələrlə Dinamo Tbilisi maksimum göstərici ilə hər üç oyunda qələbə qazanmaqla qrupu vahid lideri kimi, şəksiz lideri kimi 4-1 final mərhələsinə yüksələcək və Neftçi isə onun ardınca ikinci yerin sahibi kimi 4-1 finalda mübarizəni davam etdirəcək. Gün zərbəsini yerinə yetirəcək Altıntaş Əbu Bəkirlə. Altıntaşın 10 nömrəli futbolçusu, 5 futbolçu Neftçinin cərmə meydançasında yer alıb. Altıntaşlı futbolçular. Gün zərbəsi yerinə yetirilir. Zahid Əliyev topladı. İkinci rəqibində keçməyə çalışır. Sürətlə irəliləyir Zahid. Ötürmə etdi. Lakin top rəqibdən, yan xəttdən çıxır. Hücum davam edəcək Neftçidə. Əkbər Əliyev. Eyni nöqtədən out atışı təkrarlanacaq. Adnan Məmmədli. Əlli oyun yox idi. Hakim oyunu davam etdirir. Emir Kərimov da meydana daxil olub. Neftçinin heyətində 11 nömrəli futbolçu. Adnan imkan vermir. Topu uzaqlaşdırmağa çalışır Neftçili futbolçular və nəhayət ki, buna müvəffəq olurlar. Zahid Əliyev topladı. Top özündə yaxşı saxlayır bu futbolçu. Zahid Əliyev sürətlə irəliləyir. Burada qayda pozuntusu yoxdur və qapıdan zərb olacaq. Leonti. Onun ötürməsi sürətlə alındı Əli Reza üçün. Adnan Məmmədli out atışını yerinə yetirir. Zahid Əliyev topladı. İndi təhlükəli bir hücum reallaşdırır Neftçi. Daha bir zərbə. Top qapıdan yan keçir. Rəvan Əmrahov. Yaxşı zərbə idi. Düzgün də qərar qəbul etdi. Rəvan azacıq dəqiqlik çatmadı onun zərbəsində. Topu bir qədər özündən irəliyə vurmuşdu İbrahim Aslanov. Qayda pozuntusu yox idi. Hakim bildirir ki, oyunu davam etdirmək lazımdır. Futbolçular, Neftçili futbolçular hakimə bir qədər etiraz etdilər, amma hakimin fiti səslənməmiş, dayanmaq olmaz. Emir Kərimov. Və burada Kənan Paşayev. Kapitan sarısı ondadır. Ötürmədir. Yaxşı oynadı burada. Altıntaşlı müdafiəçilər. Top irəliyə vurulur. Həsən Həsənli.
İbrahim Aslanov. O da fəal qoşulub. Zahid Əliyev kimi. Belə oyun başa çatdı. Neftçi Altın Taçı 2-0 hesab ilə məğlub edərək artıq play-off'a yüksəlir. Qrupun digər oyununda isə orada son dəqiqələr oynanılır. Dinamo Tbilisinin 4-3 hesablı üstünlüyü var. Belə əziz izləyicilər, efirimizdə qısa fasilə və bir qədər sonra yenidən yayıma qayıdacağıq və qrup mərhələsində 3-cü tur çərçivəsində digər oyunları Gənclər və İdman Nazirliyinin rəsmi YouTube kanalı vasitəsilə sizə təqdim etməkdə davam edəcəyik. Hələlik.